Əvvəla gəlin bunları çarpaz vuraq. Bax, A plus B bölək A minus B bərabərdir 3 bölək 2 deyil. Bu ifadəni bura vururuq çarpaz şəkildə. Yəni A plus B-ni 2-yə vururuq. Bərabərdir. 3-ü də A minus B-yə vururuq. Bunda çarpaz 3 vuraq A minus B. Vurub açanda 2-ni bir dəfə A-ya vururuq 2A. 2-ni bir dəfə B-yə vururuq 2B. 3-ü bir dəfə A-ya vururuq 3A. 3-ü bir dəfə B-yə vururuq 3B. İndi A-ları bir tərəfə, B-ləri bir tərəfə yığıram. 2B plus 3B bərabərdir 3A çıxaq 2A. Cəm eləyir 5B bərabərdir 1 dənə A. İndi buradan yadınızda saxlayın. Baxın, 5 ilə 1 onsuz da qarşılıqlı sadədiklərdir. B-ni 1, A-nı da 5 götürə bilərik. B bərabərdir 1-ə, A bərabərdir 5-ə. Bizdə deyir ki, bu ədədin rəqəmləri cəmini, yəni A, B-nin. Birinci A, sonra B. A neçə oldu? 5. B neçə oldu? 1. Rəqəmlər oldu. Deməli, həmin ədəd 51 imiş. Bu rəqəmlər cəmi, yəni 5 ilə 1-i toplasaq, eləyir 6.